Mən Zeynalov Vüsal, Çağdaş Təhsil Mətbuatının rəhbəri və 20 ilə yaxındakı Çağdaş Təhsil Mətbuatı fəaliyyət göstərir. Çağdaş Təhsil Mətbuatı Respublikamızın qabaqcıl və nümunəvi rektor müəllimləri, Respublikamızın qabaqcıl və nümunəvi tələbələri, qabaqcıl və nümunəvi müəllimləri və qabaqcıl və nümunəvi şagirdlərini işıqlandırır. Əlbəttə ki, biz hər dəfə 2-3 nəfər ilin ən yaxşı qabaqcıl və nümunəvi rektor müəllimi elan edirik. Bu ilin ən yaxşı nümunəvi rektor müəllimləri İsmailli bölgəsində ən gənc rektor müəllim və ən gənc əməkdar müəllim Muradlı Çingiz müəllim, o cümlədən də Gəncə zonası üzrə ən qabaqcıl nümunəvi rektor müəllim Zeynalov Etibar müəllimi təbrik edirik. O cümlədən də demək ki, biz bu günlər Quba rayonunda olduq. Quba rayonunda qabaqcıl və nümunəvi müəllimləri də çəkdik. Quba rayonunda qabaqcıl və nümunəvi şagirdləri çəkdik. Bizim bugünkü çəkilişimizin əsas mövzusu onlardan ibarətdir. Quba rayonunda həm qocaman müəllimləri çəkdik, həm təqaüdlü olan müəllimləri çəkdik, həm qanunla fəaliyyət göstərən müəllimləri çəkdik, həm qanunsuz fəaliyyət göstərən müəllimləri çəkdik və ən əsası da qabaqcıl və nümunəvi rektor müəllimləri və şagirdləri və müəllimləri biz çəkmişik. Ondan əlavə də demək biz işlədiyimiz müddətdə təkcə rayon mərkəzində deyil, ən uzqar kəndlərdə, İsmailli rayonunda, o cümlədən də Quba rayonunda, Xaçmaz rayonunda biz bütün rayonlarda ən uzqar kəndlərdə olmuşuq. O kəndlərdə heç vaxt getmək, gediş-gəliş daha da çətin olan şəraiti olan yerlərdir. Oranın da şagirdlərimiz Respublika tanıtmaq özümüzə borc bilirik. Quba Xaçmaz Regional Təhsil İdarəsinə də öz adımızdan sağ ol deyirik. Quba Xaçmaz, o cümlədən Siyəzən, Qusarın məktəbləri hər zaman Respublikada öndə gedən məktəblərdən olubdular. O cümlədən hər zaman şagirdləri və tələbələri, müəllimləri öndə olubdular. Əlbəttə ki, o şagirdləri, müəllimlərin də ekranda bizim əməkdaşlarımız, sağ olsunlar, televiziya əməkdaşları göstərirlər və onların hər zaman uğurlarını biz görmək istəyirik. O cümlədən əməkdar müəllimlər də var, onların içərisində tərəqqi medal alanlar da var, ilin ən yaxşı müəllimi olanlar da var. Hətta şagird olan şagirdlərimiz, yəni birinci sinif, ikinci sinif şagirdlərimiz də var ki, onlar daha çox həvəslənirlər ki, o müəllimləri kimi vətənimizin dəyərli vətəndaşları olsunlar. Çağdaş təhsil komandası olaraq biz daim olaraq Respublikanın bütün rayonlarına qabaqcıl və nümunəvi müəllimləri, şagirdləri çəkirik və çəkəcəyik. Və hər bir kəsə də öz adımızdan dərin təşəkkür bildiririk. Bizim arzumuz odur ki, biz 20 il fəaliyyət deyil, o gün olsun ki, inşallah 100 illiyimizi bizdən sonraki əməkdaşlar, vətəndaşlarımız, bizim davamçılarımız davam elətdirsinlər. Bizim şagirdlərimizi, dünyada olan şagirdlərimizi, dünyada olan qabaqcıl tələbələrimizi Respublikaya və dünyaya tanıtdıraq Azərbaycanlılarımızı. Təşəkkürlər, minnətdaram, çox sağ olun.